Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil feracahum. Salam əziz izləyicilər, yenidən sizləri xoş gördük Qur'anın dili ilə proqramında. Biz keçən verilişimizdə Allahın müttəqilərə vəd etdiklərindən bir qismini sizlərin nəzərinizə çatdırdıq. Bu günləri istəyirəm digər bir ayədə Allahın müttəqilərə verdiyi vədi sizin nəzərinizə çatdıraq biiznillah. Allah Teala Hicr surəsinin 45-ci ayəsində, Hicr surəsinin 46-cı, 47-ci və 48-ci ayəsində bu nemətlərə gözəl şəkildə toxunur və bizlərə izah edir. 45-ci ayədə belə buyurur. Euzubillahimineşşeytanirracim. İnnel muttaqine fi cennetin və uyun. Həqiqətən müttəqilər bağlardadırlar, yəni gözəl cənnətdədirlər və onların kənarında bulaqlar vardır. Burada bir neçə nöqtəni sizin nəzərinizə çatdırmaq istəyirəm. Baxın, Allah Teala bağları da cəm gətirir və cəm şəkildə gətirir, bulaqları da cəm şəkildə gətirir. Buradan belə çıxır ki, müttəqiyə bir bağ vədə verməyib, bağlar deyir. Və müttəqiyə bir çay vədə verməyib. Ola bilsin bir bağın içində bir neçə çay olsun. Necə ki, bəzi ayələrdə, inşallah gələcək verilişlərdə o ayələrə toxunacağıq. Bəzən bir bağda 3 dənə çaydan söhbət edir. Və o 3 dənə çayın hər birinin özünə məxsus rəngi, özünə məxsus ləzzəti və özünə məxsus dadı vardır. Müttəqilərə burada çaylar deyir. Çaylar deməklə, demək istəyir ki, bir çay bunların xidmətində olmayacaq. Müttəqilər bağlarda və bir neçə çaylardan istifadə edəcəklər. İkinci ayədə buyurur ki, Udxuluhə bisalamin əminin. Mələklər onlara deyəcəklər, belə bir gözəl şəkildə onlara buyuracaqlar. Bu bağlara sağ salamat və arxayınlıqla daxil olun. Baxın, burada çox gözəl nöqtələr var və kitabın sahibi də bu nöqtələrə toxunur. Baxın, ümumiyyətlə salamatçılıq və əmin-amallıq təkcə axirət aləminə aid deyil. Dünyada da insanın əgər sağlam canı olmasa və dünyada da insanın yaşayışında əmin-amallıq olmasa, o insan darxar. Hətta dünya qədər varı olsa belə. Dünyanı ona versələr belə. Sağlam canı olmasa neyniyir o dünyanı? Dünyada da bir qrup insanlar tanıyırıq ki, o insanlar varlıdırlar, onların pulu var, gözəl imkanatları var, neçə dənə evləri, neçə dənə maşınları, amma özləri qadir deyirlər hətta bir qurtum su içməyə. Gərək onlara kimsə su versin, onlar içsinlər. Bunların özündən soruşsun, deyərlər ki, biz dünyada nə qədər varımız var, verməyə hazırıq ki, tək sağlam canımız olsun. Və yaxud da bəzi insanları tanıyırıq ki, onların malı da var, varı da var, canları da sağlamdır, amma yaşayışlarında əmin-amanlıq yoxlarıdır. Bunlardan da soruşsan, deyərlər ki, mən razıyam malımı, dövlətimi verim, amma yaşayışımda əmin-amanlıqla yaşayım. Baxın, təkcə axirətdə bu faydalı deyil. Dünyada da insanların rahat şəkildə yaşaması üçün bu iki şey mühümdür. Onlardan biri can sağlığı, biri isə əmin-amanlıqdır. Baxın, axirətdə də mələklər buyuracaq ki, təqvallara, deyəcəklər ki, bu bağlara sağ-salamat və arxayınlıqla girin. Ümumiyyətlə, insanın dünyada nədənsə qorxusu var. Ya canının əldən getməsindən qorxusu var. Bir insan indi sağlamdır. Ona denən ki, 5 ildən sonra sən vərəm xəstəsi olacaqsın. 5 ildən sonra sən rak xəstəsi olacaqsın. Və yaxud da bir neçə aydan sonra xərçəng xəstəliyinə tutulacaqsan. O insan rahat yata bilər. O insan rahat qala bilər.
ümumiyyətlə doyunca yemək yeyər heç vaxt. Niyə? Elə onun o vaxta qədər bəlkə də tutulmayacaq ya xəstəliyə. O vaxta qədər o qədər fikir eləyəcək ki, o xəstəliyə tutulacaq. O qədər fikir eləyəcək ki, artıq bədənində taqət qalmayacaq. O xəstəliyə tutulsa da bədəninin zəifliyindən dünyasını dəyişəcək. Və yaxud da bir insana dünyada denən bax, sən ki indi əmin-amanlıqda yaşayırsan, bir neçə vaxtdan sonra ümumiyyətlə əmin-amanlığın olmayacaq. Oğru gələcək sənin bütün var dövləti aparacaq. O neyniyər? Özü üçün axran tutar və yaxud da kamera yerləşdirər hər bir tərəfə və yaxud da qapısında polis saxlayar, pul verər. Elə varın dövlətin xərcləyər ki, onun əmin-amanlığı əlindən çıxmasın. Amma axirətdə bu qorxular yoxdur. Da insan qorxmur ki, mənim varım dövlətim əlimdən çıxacaq və yaxud da əmin-amanlığım əlimdən gedəcək. Xeyr, insan qorxmur. Niyə qorxmur? Bilir ki, onu bu neymətləri bəxş eləyən Allah hər şeyə qadirdir. Bu neymətləri ona bəxş eləyən, ona salamatlıq da bəxş eləyib. Bu neymətləri bəxş eləyən Allah ona əmin-amanlıq da bəxş eləyib. Çünki cənnətdə təqvalıların olduğu yerdə bu şeylərin mənası yoxdur. Da elə cənnətdə əmin-amanlıq olmasa da neynirəm cənnəti? Da nə üçün çalışıram dünyada təqvalı oluram ki, cənnətə də gedəm? Elə dünyada əziyyət çəkirdim də, gedim elə cənnətdə də əmin-amanlıq olmasın, orada da xəstəlik olsun, orada da can sağlığı olmasın, neynirəm mən cənnəti? Allah vədə verir bizlərə ki, burada çəkdiyiniz əziyyətlər orada yoxdur. Təki biz Allahın dediklərini vaxtında yerinə yetirək, Allahın dediklərinə iman gətirək və Allahın buyurduğu əmrlərə tabe olaq. Biz təqvalı olsaq, Allah Teala verdiyi sözə sadiqdir. Bir sözlə desək, Allah bir söz deyirsə, onun olmağı hətmidir, onun olmağı yəqinidir. Bizik yalnız bir söz veririk, bəzən dünyavi problemlər, bəzən nəfsani problemlər imkan vermir ki, biz o vədimizə sadiq qalaq, o dediyimiz sözə əməl edək. Və yaxud da maddi problemlər bizə imkan vermir ki, o dediyimiz vədəyə, o boyun aldığımız nəzrə əməl edək. Amma Allahda belə deyil. Allah Teala bütün verdiyi vədlərə sadiqdir. Biz Allahdan istəyirik ki, Allah Teala bizi həqiqi müttəqilərdən qərar versin və o verdiyi vədləri inşallah bizim halımıza şamil eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.